Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diametri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb. Xətai rayonu Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yükləmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olmuşdu. Hazırda həmin ərazidə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır. Bu məqsədlə müvəqqəti qərargah yaradılıb. Qərargaha ATSİA sədri Zaur Mikailov rəhbərlik edir. Agentlik sədri bu gün də ərazidə olub, işin sürətləndirilməsi istiqamətində tapşırıqlar verib. ATSİA-nın iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun 9 metr dərinlikdə olan qəzalı hissəsinin üzərindən torpaq qatı götürülüb, təmir bərpa işləri həyata keçirilir. Qeyd edək ki, həmin ünvanda evlərin altında qalan 500 mm-lik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 mm-lik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 mm-lik yeni polietilen borularla əvəz olunub. Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir, tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.